Bakıda sıxlığı olan küçə və prospektlər açıqlanıb. Bölgə TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Ali Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından Mərkəzi istiqamətində, Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb liseyi istiqamətində, 1-ci Göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində, Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində, Niyazi küçəsi Azneft dairəsi istiqamətində, Sabunsuz Abrat şosesi Köroğlu metro stansiyası istiqamətində, Qara Qariyev prospekti Qara Qariyev metro stansiyasından Köroğlu metro stansiyası istiqamətində, Mikayıl Əliyev küçəsi Neft emalı zavodunun yanından Köroğlu metro stansiyası istiqamətində, Bakıxanov küçəsi Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Statistika dairəsi istiqamətində, 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Mərkəzi istiqamətində, Ziya Bünyadov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur. Rəna Rövşənqızı, Bölgə TV.